xeyir xanımlar və bəylər, bugün güvənli sabahda uşaq cərrahiyyəsindən danışacaq. Hansı yaşda müraciət eləmək olar, hansı müalicəni almaq olar və hansı cərrahi əməliyyatları həyata keçirtmək olar. Bu barədə daha ətraflı, geniş şəkildə proqram ərzində danışacaq. Az yaşlı uşaqlarla işlədiyimiz üçün çox həssas olur. Uşaqlara lazım olan istənilən cərrahi müdaxilə qarşılanır icbari tibbi sığorta. Hal-hazırda xidmətlər zərfinə 1334 adda cərrahi stasionar xidmət əməliyyat paketə daxildir. Ən çox elə əməliyyatlar il ərzində götürəndə kəskin apendisinin boynuna düşür, kəskin bağırsaq keçməməzliyi, indiki zamanda uşaqlarda öddaşı xəstəlikləri, bəli, çox gəncləşib. Sözsüz ki, icbari tibbi sığorta tətbiq olunandan sonra həm planlı, həm də təcili qaydada icra etdiyimiz əməliyyatlar arasında xeyli artım var. İcbari tibbi sığortanın nümayəndəsi Sona Qəmbərova ilə uşaq cərrahiyyəsi haqqında danışacaq. Sona xanım, xoş gördük. Xoş gördük. Uşaq cərrahiyyəsinin qeyri-adi tərəfi nədir? Həssas qrup, yəni az yaşlı uşaqlarla işlədiyimiz üçün çox həssas olur və onlara qarşı çox diqqətli olmalıdır. Erkən aşkarlanmalıdır ki, erkən profilaktik olaraq xəstəliklərin ağırlaşmasının aşkar olunması ilkin dönəmdə çox vacibdir. Çünki ağırlaşmış formada artıq müraciət etdikdə bu fəsadlara yol verə bilər. İcbari tibbi sığorta nəyi qarşılayır? Diaqnozun qoyulması, müalicəsi nəyi konkret olaraq qarşılayır? İcbari tibbi sığorta haqqında ilk növbədə məlumat vermək istəyərdim ki, İcbari tibbi sığorta artıq 2020-ci ildən bütün ölkə üzrə əhatə edir. Xidmətlər zərfi 10 yanvar 5 saylı Nazirlər Kabinetinin qərarına əsasən tətbiq olunub. Qanun çərçivəsində də xidmətlər zərfindən yeniliklər, dəyişikliklər artıq 2023-cü ildən avqust ayından yeni xidmətlər zərfində xidmətlərin sayı artırılaraq 3315 sayda xidmət artırılıbdır ki, bura artıq ambulator, stasionar, laborator, diaqnostik, ilkin müayinələr və dəyəri yüksək olan cərrahi əməliyyatlar belə xidmətlər zərfinə daxil edilmişdir. Uşaq cərrahiyyəsinə aid. Uşaq cərrahiyyəsinə aid olaraq da mən qeyd etmək istəyərdim ki, koklear implant əməliyyatlarıdır ki, az yaşlı, yeni doğulmuş uşaqlarda 5 yaşa qədər və 5 yaşdan yuxarı qazanılmış olan koklear implant əməliyyatlarıdır. Nədir koklear implant? Eşitmə cihazının eşitmə qüsuru olan uşaqlarda cihazın dəyişdirilməsidir ki, müdaxiləsi eşitmə hissiyatının bərpasıdır. İcbari tibbi sığorta vətəndaşlara ümid olmaqda davam edir. Eşitmə məhdudiyyəti olan vətəndaşların koklear implantasiya cihazı ilə təmin olunması ilə yanaşı, istismar müddəti bitmiş cihazların yenilənməsi də icbari tibbi sığorta ilə mümkündür. Cihazların yenilənməsi xidmətlər zərfi çərçivəsində həyata keçirilir. İstismar müddəti başa çatmış cihazları bu istifadəçilər üçün biz əvəzləməyə başladıq. Həmin o insanlar artıq normal istismar müddətini qat-qat başa vurmuşdular. Tutaq ki, 7 ilə 5 ilə bu cihazlar dəyişilməli idisə, artıq orada 10 ilini, 15 ilini tamam eləmiş istifadəçilər var idi, hansı ki, onlar maddi vəziyyətlər səbəbindən öz hesablarına bu dəyişimi edə bilməmişdilər. Artıq bu layihə çərçivəsində biz icbari tibbi sığorta ilə və təbiblə birlikdə çoxsaylı istifadəçilərimizdə bu dəyişimi həyata keçirdik. Xeyli yeni nəsil cihazlara dəyişdilər öz cihazlarını və yeni nəsil cihazların əlavə üstünlükləri var. Onlar bunlardan yararlanmağa başlayırlar. Əksər istifadəçilərimiz əməliyyat olunan zaman 1-2 yaşlarındaydı, amma indi onlar artıq 10, 15, 20, hətta daha böyük yaş qruplarındadılar. Onlar bu yeni nəsil inkişaf etmiş funksiyalardan istifadə edəndə cihazlarından və eşitmələrindən daha çox razı qalırlar. Sözsüz ki, cihazlar həm ölçü olaraq daha da kiçilib, onların çəkiləri azalıb, onlar funksional olub, onlar mobil telefondakı tətbiqlər vasitəsilə idarə oluna bilirlər. Onlar onların həyatlarını daha gözəl, daha hərtərəfli yaşamaqlarına kömək edir bu yeni cihazlar. 2011-ci il noyabr ayında özdə satimlə koklear implant əməliyyatı elətdirmişdik. Pandemiya vaxtı
aparat sıradan çıxdı. Yenisini almağa imkan olmadı. O vaxtdan bu günə əziyyət çəkirik. İcbari tibbi sığortaya böyük təşəkkürümü bildirirəm ki, bu gün övladımı yeni cihazla təmin elədi. Övladım cihaz barədə çox çətinliklər çəkirdi ki, aparatı çox köhnəlmişdi. 10 il bundan əvvəl öz hesabıma uşağımız eşitmə qüsuru olduğu üçün əməliyyat olubdu. Yəni öz hesabıma eləmişəm. İndi sağ olsunlar, icbari tibbi sığortanın hesabına, yəni pulsuz, tam təmənnasız aparatla təmin olunur uşağımız. Buna görə çox sağ olsun, öz minnətdarlığımızı bildiririk. Yəni aparat çox bahalı aparatdır. Yəni bizim indi məsələn onu dəyişməyə heç imkanımız yox idi. Çox sağ olsunlar, Allah razı olsun. Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur. Anadan gəlmə və qazanılmış eşitmə məhdudiyyəti olan şəxslərə tətbiq edilir. Və ondan əlavə olaraq da qeyd etmək istəyərdim, minimal invaziv laparoskopik əməliyyatlardır ki, və uroloji əməliyyatlar daxil edilir. Laparoskopik bağırsaq bitişmələrinin lizisi belə və yaxud qarın boşluğunda ağrılar filan, periton boşluğundakı lizisdir və bağırsaq bitişmələri zamanı laparoskopik əməliyyatlar tətbiq edilə bilər. Eyni zamanda yırtıq əməliyyatlar uşaqlardakı qasıq yırtığıdır. Qarın boşluğunda yırtıqlardır, herniyalar daxil edilir. Sözsüz ki, icbari tibbi sığorta tətbiq olunandan sonra həm planlı, həm də təcili qaydada icra etdiyimiz əməliyyatlar arasında xeyli artım var. Belə ki, vətəndaşlar həm planlı qaydada, həm də təcili xəstəliklər üzrə klinikamıza müraciət edə bilər və icbari tibbi sığorta xidmətlər zərfinə daxil olan xəstəlikləri deməli, əməliyyat elətdirə bilər. Ümumiyyətcə, uşaq cərrahisi geniş bir sahəni əhatə edir. Bura həm döş boşluğunun cərrahisi, həm qarın boşluğunun cərrahisi, həm uşaq uroloji əməliyyatlar, həm planlı qaydada, həm təcili qaydada xəstəliklər daxildir. Və daha çox ümumiyyətcə statistik olaraq uşaqlar arasında uroloji əməliyyatlar daha çoxdur ki, buna qasıq yırtıqlarıdır, enməyən xayalardır. Təcili xəstəliklərdən biz bağırsaq keçməzliklərinin, apendisləri, peritonitləri misal gətirə bilərik. Sonra xanım, yəni uşağa lazım olan istənilən cərrahi müdaxilə qarşılanır icbari tibbi sığorta tərəfindən. Hal-hazırda xidmətlər zərfinə 1334 adda cərrahi stasionar xidmət əməliyyat paketə daxildir ki, və bu xidmətlərlə bağlı xidmətlər zərfi təminatına aid olan xidmətlər təbii ki, qarşılanır. İlkin olaraq müraciətdən başlanır ki, vətəndaş müraciət etdikdə tibb müəssisəsində ixtisaslı ilkin səhiyyə xidmətində vəziyyəti dəyərləndirilir. İxtisaslı həkim müayinəsinə yönəldildikdən sonra həkim müayinəsi əsasında əgər tibbi göstəriş varsa cərrahi əməliyyata, xidmətlər zərfi təminatına alınan xidmətlə bağlı göndəriş vərəqəsinin tərtibatı başlanır ki, vətəndaşın valideyni və yaxud səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyət vəsiqəsilə müraciət edilməsindən başlanan ilkin müraciət, sonra müayinə, sonra göndəriş vərəqəsinin təsdiqi və sorğunun yaradılması ilə tamamlanır ki, və sonradan əməliyyat önü mərhələdir ki, əməliyyat önü mərhələdə tibb müəssisəsinə müraciət edilən zaman vətəndaşı əməliyyat qəbul edilir. Stasionar ilkin müayinələr, həkim konsultasiyası sığorta tərəfindən qarşılanır. Əməliyyat zamanı da eyni zamanda tibbi sərfiyyatlar daxildir ki, müalicə, dərman təminatı belə stasionar müalicə zamanı xidmətlər zərfi təminatına aid və xüsusi tibbi sərfiyyatlar var ki, koxlear implantlarda, endoprotezlərdə və yaxud stentdir, bəli, bunlar yüksək dəyərli stent təminatıdır belə. Bunlar hamısı xidmətlər zərfi təminatına daxildir, ödənişsiz olaraq yəni heç bir maliyyə ödəmədən, yəni bunlar xidmətlər zərfi təminatına aid edilir.
Yəni uşaq gəlir bura, əməliyyata girir, diaqnostik olunur, əməliyyata girir, istənilən xəstəxanada, icbari tibbi sığorta ilə müqaviləsi olan xəstəxanada və hətta dərmanlar da sizin övladlarınıza müalicə üçün lazım olan dərmanlar və implantlar hamısını icbari tibbi sığorta qarşılayır, bir qəpik sizdən pul çıxmır. İndi əməliyyatdan sonra nə baş verir? Əməliyyatdan sonraki prosedur olaraq təbii ki, stasionar şəraitdə bunların nəzarəti, müalicəsi tətbiq edilir. Eyni ilə stasionar yatışda xəstəxanadan çıxana qədər stasionar müddətində vətəndaşın bütün müalicəsi, reabilitasiya lazım olsa, dərman təminatı, yəni hamısı xidmətlər zərfi təminatına daxildir bu xidmətlərin. Bu xəstəxanada qalanda əməliyyat zamanı, stasionar yatış zamanı yemək lazım olur. Təbii ki, təbii xidmətlər zərfi təminatına eyni ilə də qarşılanır. Əlavə olaraq bildirim ki, burada yatış müddətində xəstənin uzun müddətli və yaxud da qısa müddətli bərpa müddətindən asılı olaraq həkim təyinatına əsasən nə qədər müddətin uzadılması, yatış müddəti həkim təyinatına əsasən təyin olunur, fərdi yanaşılır. Yəni ki, fərdi olaraq hər bir xəstədə dəyişilir. 2 gündə ola bilər, 10 gündə ola bilər. Bəli, laparoskopik və yaxud açıq əməliyyatdan da asılı ola bilər ki, laparoskopik əməliyyatlarda daha qısa müddətdə yatış olur ki, 12-24 saat ərzində artıq uşaqlar üçün tez sağalması, tez reabilitasiya olduğu üçün daha tez buraxılırlar. Uşaqlar yeməklə təmin olunur, amma uşaqlar balacadır, onlar yanında kimsə qalmalıdır. Valideynlərinin də qalması, bəli, yaş qrupuna uyğun olaraq yanında qalırlar. Qalırlar və onlar da yeməklə təmin olunur. Bəli, yəni ki, yaş məhdudiyyətinə uyğun olaraq. Sonra xanım, valideynlər də, uşaqlar da ən çox nədən əziyyət çəkirlər? Övlad doğuşdan elə ürək qüsuru ilə doğulur və o çox çətin mərhələdir. Valideyn üçün də, övlad üçün də, müalicəsi də ağırdır. Qarşılayırmı icbari tibbi sığorta? Təbii ki, anadan gəlmə ürək qüsurları xidmətlər zərfi təminatına daxildir. Qüsurlar müxtəlif səbəblərdən yarana bilər. Uşaqlarda bildiyimiz kimi genetik mutasiyalar, xromosom mutasiyalar əsasında və yaxud da ki, valideynlərdən hər hansı birinin ürək qüsuru olması ilə bağlı, bu da riski, uşaqların doğum riskini artırır, qüsur olmasını və ürək qüsurlarından falotetradası çəpər qüsurlarıdır, damar transpozisiyalarıdır və damarlar üzərində, qapaqlar üzərində aparılan dəyişdirilməsi, təmiri, bərpası belə xidmətlər zərfi təminatına daxil edilmişdir. Hal-hazırda 2024-cü ildə erkən skrininqə əsasən 392 uşaqda erkən olaraq əməliyyat təmin olunubdur ürək damar qüsurlarında və bu qüsurların da eyni zamanda dərman təminatı, stasionar müalicəsi və tibbi sərfiyyat hamısı sığorta tərəfindən qarşılanıbdır. Təşəkkür edirəm Sona xanım. Biz indi keçirik 1542 xidmətinə. 1542 çağrı mərkəzidir icbari tibbi sığortanın. İstənilən problemlə haranız ağrısa, həkimə getməzdən əvvəl 1542-yə zəng vurursunuz. Onu da deyim ki, elə orada da sizin zənglərinizi peşəkar həkimlər cavablandıracaq və hara lazımdır sizi yönəldəcəklər. Kürdəmir rayonunda yaşayıram. Öt daş əməliyyatı olunmalıyam. Əməliyyatı Bakıda etdirə bilərəm? Qeydiyyat ünvanından asılı olmayaraq vətəndaş istənilən təbib tabeli dövlət tibb müəssisəsi və ya Səhiyyə Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq ixtisaslı həkim müayinəsindən keçə bilər. Müayinədən sonra tibbi göstəriş olarsa, icbari tibbi sığorta hesabına xidmətlər zərfi çərçivəsində əməliyyat icra oluna bilər. Böyrək transplantasiyası ilə bağlı hara müraciət etməliyəm? Orqan transplantasiyası əməliyyatına ehtiyacı olan şəxslər şəxsiyyətini təsdiq edən sənəd və digər lazımi tibbi sənədləri ilə orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Bu mərkəz Bakı şəhərində Bakı Sağlamlıq Mərkəzində yerləşir. Qeydiyyat prosesi tamamlandıqdan sonra şəxsin vəziyyəti və tibbi tarixçəsi nəzərə alınaraq uyğun transplantasiyaya prosedurları planlaşdırılır. Xidmətlər zərfi rubrikasında icbari tibbi sığortanın nümayəndəsi Ləman Mollayeva bağırsaq xərçəngi riskini artıran kron xəstəliyinin müalicəsindən danışacaq. Bağırsaq xərçəngi riskini artıran kron xəstəliyinin müayinəsi və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır.
xəstəliyi mədə-bağırsaq sisteminin xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı yaranan iltihab bağırsaq divarlarında eroziya və xora əmələ gətirir. Bu eroziya və xora isə bağırsaq xərçənginin yaranma riskini artırır. Əgər erkən diaqnoz qoyulsa və düzgün müalicə edilsə, bu zaman bağırsaq xərçənginin yaranma riski minimuma endirilir. Müalicə vaxtında edilməsə, bağırsaq keçməzliyi, qanaxma, anemiya, vitamin və mineral çatışmazlığı, qaraciyər xəstəlikləri yarana bilər. Kron xəstəliyinə adətən 15-35 yaşlı şəxslərdə rast gəlinir, buna görə də gənclərin xəstəliyi hesab edilir. Yaranma səbəblərində başlıca olaraq bağırsaq infeksiyalarını, bağırsaqda yaranan eroziya və xoraları, genetik faktorları, qidalanmanı və tütün istifadəsini göstərə bilərik. Xəstəliyin əsas əlamətləri qarın ağrıları, sancılar, davamlı ishal və qızdırmadır. Kron xəstəliyinin müayinəsi, stasionar terapevtik müalicəsi, eləcə də ağırlaşmalar zamanı cərrahi əməliyyat da icbari tibbi sığorta tərəfindən qarşılanır. Diaqnozu dəqiqləşdirmək üçün pasientin şikayətlərinə əsasən UZI, KT, MRT, laborator analizlər, gastroskopiya, kolonoskopiya, eləcə də nazik və yoğun bağırsağın açıq və qapalı biopsiyası da icra edilir. Kron xəstəliyinin müayinəsini və stasionar terapevtik müalicəsini qastrentoloq edir. Əgər cərrahi müdaxilə lazım gələrsə, bunu isə ümumi cərrah edir. Müalicəyə ilk olaraq dərman qəbulu ilə başlanılır. Əgər dərman qəbulu effektiv olmasa, bu zaman cərrahi əməliyyata üst tutulur. Cərrahi əməliyyat zamanı bağırsağın zədəli hissəsi kəsilir və digər sağlam bağırsaq ucları bir-birinə birləşdirilir və ya bağırsaq qarının ön divar hissəsinə tikilir. Əməliyyat zamanı istifadə edilən dərman, tibbi sərf, anesteziya, eləcə də stasionarda yatış və qidalanma da icbari tibbi sığorta hesabına qarşılanır. Kron xəstəliyinin müayinəsi və müalicəsi üçün lazım olan bütün tibbi xidmətlər təbib tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi tədqiqat institutlarında, eləcə də agentliyin müqaviləsi olan bütün özəl tibb müəssisələrində həyata keçirilə bilir. Əgər bu xəstəliklə bağlı daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, 1542 çağrı mərkəzinə zəng edə və ya agentliyin yenilənmiş internet səhifəsi its.gov.az-a keçid edə bilərsiniz. Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev həmsöhbətimdir. İndi onunla hər şeyi daha ətraflı müzakirə edəcəyik. Xoş gördük İlqar doktor. Xoş görmüşük. Doktor, uşaq yaşı nə qədərdir? Uşaq yaşı indi müasir baxımlara görə anadan olandan 18 yaş daxil bizim uşaq kontingenti sayılır. Yəni yeniyetmələrdə həmçinin, hə? Daxildir. Bəli, 18 yaş daxil olmaqlı. 18 yaşına qədər bütün vətəndaşlarımız gələ bilərlər və burada istənilən müalicəni ala bilərlər. İcbari tibbi sığorta ilə. Məsəl üçün hansı problemlərlə daha çox gəlirlər? Problemlər birisi son zamanlar bir qədər açığı periferiyalarda, bir qədər xəstəxanalardır, poliklinik və ambulatoriyaların fəaliyyətini bir qədər belə deyə artırmaq lazımdır. Onunla əlaqədar bəzən göndərişlərin bəzisi bir qədər əsassızdır. Ona görə ki, bəzi uşaqlar ki, ambulator deyilən bir müayinə oluna bilər və müalicə ala bilər. Bəzən onlar da çox müraciət edirlər və ona görə də təbii icbari sığorta dönəmində müraciətlərin sayı artıb. Amma anadan olandan, bəli, 18 yaş daxil olmaqla istənilən vətəndaş icbari sığortadan deməli müraciət eləyə bilər və bizim xəstəxanada yalnız uşaqlardan danışırıq, yalnız ürək və bəzi anadan gəlmə qüsurlardan başqa bütün əməliyyatları icra eləyirik. Lakin uşaq cərrahiyyəsi bir qədər fərqli cərrahiyyədir. Çünki uşaq cərrahiyyəsinin təqribən 50% anadan gəlmə qüsurlardır. Və bəzən bu qüsurlardan asılı olaraq da biz məsləhətimizi verir və bəzən də o uşaqları ixtisaslaşmış yardım üçün digər xəstəxanalara göndəririk. Bu anadan gəlmə qüsurlar hansılardır ki, siz daha çox əməliyyat edirsiniz onlara? Anadan gəlmə qüsurlarının əksəriyyəti, məsələn, uşaqlarda çox böyük təşkil edir. Həm oğlanlarda, həm qızlarda yırtıqlardır. Bədənin müxtəlif nahiyələrinin yırtıqları ilə müraciətlər daha çoxdur. Uşaqların anadan gəlmə damarlarına əlaqədar olan Azərbaycanda da bir qədər elə bil ki, çoxdur. Hemangiomalar deyərik, limfangiomalar deyərik. Bunlar bir qədər üstünlük təşkil edir. Ümumiyyətlə, uşaq qüsurları arasında, anadan gəlmə uşaq qüsurları arasında
böyrək və sidik çıxarıcı yolların qüsurları daha üstünlük təşkil edir. Bu bütün yəni dünyada belədir və bizdə də belədir. Onların bir hissəsi bizdə müalicə olunur və bir hissəsini ixtisaslaşmış müəssisələrə göndəririk. Təbii kəskin cərrahi patologiyalardan uşaqlarda ən çox rast gəlinənlərin kəskin apendisitdir. Ən çox faiz bunlar təşkil edir. Uşaq yaşlarının təqribən 7-8 yaşla 12-13 yaş arasında 70-80% rast gələn kəskin cərrahi patologiya arasında birinci yeri kəskin apendisit tutur. El arasında kör bağırsaq deyirlər. Gün ərzində nə qədər əməliyyat həyata keçirilir? Gün ərzində bizdə əsas bizim xəstəxananın ixtisaslaşması belə deyək, profili deyək, kəskin cərrahi patologiya, yəni kəskin hallarda ilk yardıma əsaslanır. Ona görə də ən çox elə əməliyyatlar il ərzində götürəndə kəskin apendisitinin boynuna düşür. Kəskin bağırsaq keçməməzliyi, indiki zamanda uşaqlarda öd kisəsinin xəstəlikləri hansı ki vaxtilə böyüklərin xəstəliyi hesab olunurdu. Öd daşı xəstəlikləri, bəli, çox gəncləşib. Neçə yaşda görə bilirik onu? Onu, məsələn, bizdə uşaq var idi, bu yaxında 5 yaşında. Çox böyük daşlarla, yəni öd kisəsi çıxarıldı. Yəni bir neçə il əvvəl, belə deyək də, təqribən 10 il əvvəl uşaqlarda öd kisəsinin və öd xəstəliyi və daşlarına çox nadir rast gəlirdik. Amma bu günlər demək olar ki, 2 ay, 3 ayda bir uşaq buradan keçir. Bunlar artıb. Və planlı əməliyyatlarımız da çoxdur. Təbii ki, icbari sığorta ilə bir qədər axın artıq olduğuna görə planlı əməliyyatları təbii ki, planlayırıq. Günə çalışırıq ki, planlı 3 əməliyyatdan artıq olmasın. Təcillərə heç bir məhdudiyyət qoya bilmərik. Təbii ki, təcil xəstədə kömək göstərməliyik mütləq. Elə olur ki, xəstələr boşuna müraciət edirlər. Əslində bu, yəni cərrahi müdaxilə lazım deyil burada və ümumiyyətlə başqa cür müalicə ala bilərlər. Çox gözəl sual verirsiniz. Elə bizim əksəriyyət belə deyək də, vaxtımızı bəlkə də demək düzgündürsə alan məsələlərdən biri odur. Elə ona görə bu qeyd elədim ki, bəzi ambulator məsləhətlər, ambulator müalicələr ehtiyacı var ki, onlar bura izafi müraciət eləməsinlər. Gün ərzində təqribən 10-dan 30-a qədər uşaq müraciət edir bizim bir neçə həkimimizə, yəni uşaq cərrahlarına və onların, belə deyək, bəlkə də 40-50%-də heç bir müalicə tələb eləməyən şikayətlər olur. Bəli, bu baxımdan bəli, belədir. İcbari tibbi sığorta işə düşəndən bəri 100 minlərlə insan öz müalicəsini tapıb, sağlamlığına qovuşub. Tünzalə Haqverdiyeva da onlardan biridir. Yağışlı çiskinli bir hava idi. Ayağım pilləkəndə sürüşdü. Ayağım burxulmaqla qırıldı. Mən özüm baxdım ki, dizimdən yuxarıya sümük qırılıbdı. Rahib həkimə zəng etdim. 7 saat 3 radələr idi. Telefona zəng gəldi. Aydınlaşdırdıq ki, həmkarımızdır, həkimdir. Gəncə şəhər Dəmir yol xəstəxanasında işləyir. Tüzalə xanım. Qıçasının yıxılıb qırıldığını söylədi. Dedim, bəs saat 3-dür falan. Dedim, gəlməlisiniz xəstəxanaya. Mən oraya gəlməm, Gəncə. Gecə ilə həkimlə harayıma gəldi. Çox həyəcanlı, çox qorxmuş bir vaxt halı idi. Mənim həmən ayağım biraz problemli ayaq idi, yəni nazilmiş bir ayaq idi. Yaşayış varsa, hərəkət varsa, travma da var, qəza da var. Müayinələrdən sonra xəstəyə sol but sümüyünün, aşağı üst dövrünün oynaq daxili qəlbəli qapalı sınığı diaqnozu qoyuldu. Revmatoloqun baxışından sonra xəstəyə əməliyyat olunmağı qərar verdik. Əməliyyatım uğurla yerinə yetirildi. Bəli, mən 2 gündən sonra özüm təkidimlə dedim, mən evə getmək istəyirəm. Evdə proseduralarım davam elədi, müalicələrim. Mən hal-hazırda çox gözəl yeriyirəm. Nazilmiş ayağım öz bərpasını alıb bu əməliyyatdan sonra ayağım o biri ayağıma gəlib çatıb. Xəstələrin müraciətindən sonra anket açılır, diaqnoz qoyulur, müayinədən keçdikdən sonra əməliyyat olunur. Onsuz da əməliyyatların hamısı xəstəxanamızda icbari tibbi sığorta ilə həyata keçirilir. Sığorta agentliyinə də, onun rəhbərliyinə də hər kəsə təşəkkür edirəm ki, bizə belə kömək, dövlətimiz bizə belə bir köməklik edir.
İcbari tibbi sığorta tətbiq olunandan bəri xəstələrin xəstəxanalara axını da artıb. Hər şey bir proqramda əhatə eləmək mümkün deyil. Ona görə də gələn həftə 10:30-da Güvənli Sabahda görüşürük. Güvənli Sabah layihəsi icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin sifarişi ilə Sabah Media tərəfindən hazırlanıb.